Demək, spinningi uzağa atmaq üçün birinci növbədə bax bunu leskanı tuturuq bu barmaqla. Bu barmaqla tuturuq. Sonra bu qoruyucu var. Perdəxranat el. Bunu açırıq. Bunu atandan sonra göydə avtomatik barmağımızı buradan çəkirik. Bunun üçün yəni nə etmək lazımdır? Əsas uzağa getmək üçün birinci növbədə quruz ağır olmalıdır. Quruz ağır olmalıdır. Bizim bil ki, qarmaqlar uzaq məsafəyə gedə bilsin. Sonra nə edirik bunu? Bir partiya, bax belə üstümüzdən hərliyib, belə atırıq dənizə. İndi bunu göstərirəm. Yəni, təzə vaxtı qardaşlarımız bunu. Bax belə atdıq. Belə atandan sonra burada bağlayırıq. Sonra belə açmışdıq. Sonra bunu belə bağlayırıq ki, bu bizim hazır vəziyyətdə olsun, lazım olanda. Baxaq. Bir də uzaq məsafədə əlimizi burada leskadan tuturuq ki, çox vaxt balıq vuranda belə hiss eləyək, balığın vurmağını belə hiss eləyək. Əlimizi belə, sol əlimizi, bunu saxlasaq da olar, saxlamasaq da olar. Ancaq saxlasaq məsləhətdir ki, belə balıq vuranda naxada hiss eləmək olsun. Bir də göstərim bu uzağa atmaq məsafəsini. Bunu yığım gətirim. Dənizdə çox adam spinningi uzaq məsafəyə ata bilmir. Ona görə istədim ki, bunları çəkim, göstərim sizlərə ki, siz də görəsiniz. Uzaq məsafəyə nəfər atırlar. Harasa 50 metr olar bu leskanın uzunluğu. Demək, nə edirik buradan? Demək, yenə də göstərim. Burada nə edirik biz? Əsas leskanı tuturuq barmaqla tutduq, leska dağılmasın. Sonra bunun üstündəki perdəxranat elə açırıq. Atandan sonra bunu göydə barmağımızı çəkirik buradan ki, bu uzaq məsafəyə geçsin. Bir də bunun ucunu haradasa spinningin ortası qədər buraxırıq. Spinningin ortası qədər buraxırıq ki, biraz ağır olsun. Sonra bir partiya belə fırlayıb, buradan qabağa atırıq. Belə. Belə atdıq. Ondan sonra tərəfdən buranı bağlayırıq. Buranı da bağlayırıq. Var belə. Perdəxranataya bağlayırıq. Bizim spinning uzaqdadır. Vəssalam, bugünkü videomuz bu qədər. Bəzi balıqçı qardaşların çox maraqlandığı spinningin dənizdə atmaq qaydası idi. Bunu da göstərdik. Hələlik.